Salam əziz tamaşaçılar. Sizləri 369 TV-nin efirində xoş gördük. Bugün elə bir mövzuya toxunacağıq ki, hər birimiz həyatımızda ən azı bir dəfə də olsun o halı yaşamışıq. Həmin o qəribə an, sanki bu anı, bu mühiti bir sözlə desək, əvvəllər yaşamışıq. Bəs bu nədir? Sadə bir yaddaş oyunu, yoxsa zamanın özündə bir çatlaq? Bəli, söhbət dejavudan gedir. Görəsən, dejavu Matrixdəki qəliz səhvdir, yoxsa beynimizin sirridir? Dejavu sözünün mənası fransız dilində artıq görülmüş deməkdir. Bugün bu illüziyanın pərdə arxasına baxacağıq. Onun elmi əsaslarını, tarixi inkişafını və bu günə qədər irəli sürülmüş ən maraqlı fərziyyələri haqqında danışacağıq. Hazırsınızsa beynimizin bu sirli qonağı ilə gəlin birlikdə tanış olaq. Dejavu mistik bir his kimi qəbul edilsə də, əslində bu elmə çoxdan məlum olan bir psixoloji vəziyyətdir. Bu termini ilk dəfə 1876-cı ildə fransız fiziki və psixoloqu Emile Boryat tərəfindən istifadə edilmişdi. Psixologiyada isə 1928-ci ildə Edward Titchener'in bir psixoloji kitabı əsərində geniş təsvir edilmişdir. Titchener bu vəziyyəti beynin qavrayışının tam formalaşmasından əvvəl qismən bir qavrayış yaratması ilə izah etməyə çalışırdı. Tədqiqatlar göstərir ki, dünya əhalisinin 2/3, yəni təxminən 66%-i həyatları boyunca ən azı bir dəfə dejavu halını yaşamışdır. Ən maraqlısı isə odur ki, bu hal daha çox 15-25 yaş aralığında rast gəlinir və yaş ötdükcə sayılar azalır. Maraqlı bir fakt da odur ki, dejavunun tərsi də mövcuddur. Bu, jamais vu adlanır. Yaxşı bildiyimiz bir şeyi, məsələn, doğma evinizi və ya yaxın dostunuzun üzünü ilk dəfə görürsünüz kimi hiss etməkdir. Bəs bu hiss necə yaranır? Elm dünyası hələ də tam yekun bir cavab verməsə də, ən güclü fərziyyələr yaddaş və beyin prosesləri ilə əlaqəlidir. Nəzəriyyələrdən biri qavrama parçalanmasıdır. Bu anlama gəlir ki, beynin vizual və digər informasiyaları qəbul edən iki fərqli yolu var. Normalda bu yollar sinxron işləyir. Lakin bəzən qısa bir saniyəlik fərqlə məlumat beynin yaddaş mərkəzinə iki ayrı mesaj kimi daxil olur. Beyin ilk mesajı şuuraltı qeyd edir. İkinci, şuurlu qəbul edilən mesaj isə artıq yaddaşda olduğu üçün onu əvvəlcədən yaşanmış kimi şərh edir. Bu yalnız mikrosaniyələrlə ölçülən bir vaxt fərqidir. Beyində qısa müddətli yaddaşı uzun müddətli yaddaşa çevirən hipokamp adlanan bir bölgə var. Bəzi tədqiqatçılar hesab edir ki, yorğunluq, stres və müəyyən nevroloji anomaliyalar zamanı hipokampda saniyəlik bir nasazlıq yaranır. Nəticədə isə indiki zamanda baş verən bir hadisə yanlışlıqla birbaşa uzun müddətli yaddaş kimi kodlaşdırılır. Bu da bizə hər şeyi keçmiş xatirə kimi hiss etdirir. Daha sadə izahı isə budur. Ola bilsin ki, indiki vəziyyətinizə çox oxşar bir anı uşaqlıqda yaşamısınız, yaxud gecə yuxunuzda görmüsünüz. Lakin bu xatirələr şuur altında qalmışdır. Mövcud anınız həmin unudulmuş yuxu və ya xatirənin bir növ tətikləyicisi olur və yaddaş qalıqları üzə çıxaraq bizə saxta bir aşinalıq hissi verir. Əksər hallarda dejavu normal və sağlam bir psixoloji hal hesab olunursa, lakin faktlar bəzən onun daha ciddi vəziyyətlərlə əlaqəli ola biləcəyini göstərir. Ən güclü elmi əlaqə gicgah payı epilepsiyası ilədir. Beynin gicgah payı yaddaş və hisslər üçün məsuliyyət daşıyır. Bu növ epilepsiya tutmaları tez-tez bir dejavu hissi ilə başlayır. Lakin bu çox vacib bir faktdır. Tək-tək dejavu yaşamaq xəstəlik deyil. Əgər bu hallar həftədə bir neçə dəfə davamlı və narahat edici şəkildə təkrarlanırsa, o zaman mütəxəssislərə müraciət etmək lazımdır. Çox vaxt isə bu sadəcə stres, yuxusuzluq və ya yorğunluq fonunda
beynin funksional vəziyyətinin müvəqqəti dəyişməsi nəticəsində ortaya çıxır. Elmi izahlar bir tərəfə, dejavu hər zaman insanları daha mistik düşüncələrə sövq edib. Bəzi nəzəriyyələr bu hissi paralel dünyalarla əlaqələndirirlər. Yəni, hal-hazırda yaşadığımız eyni hadisəni paralel kainatda sizin ikinci surətiniz artıq yaşayıb və bizə gələn bu his sadəcə iki reallıq arasındakı bir informasiya sızmasıdır. Daha da dərinə gedəndə dejavunun keçmiş həyatlarımızdan gələn qalıq xatirələr kimi qəbul edilir. Sanki ruhumuz bu anı artıq görüb və indi ikinci dəfə yaşayır. Əziz dostlar, nəticədə bu qəribə hissin ətrafında hələ də cavabsız suallar qalır. Dejavu bəlkə də kainatın bir sirri, bəlkə də sadəcə beynimizin bizə oynadığı bir oyundur. Amma bir həqiqət var. Bu hamımızı düşündürən, zaman və reallıq arasında suallar verməyə məcbur edən inanılmaz bir təcrübədir. Hələ ki, hər dəfə bu hissi yaşayanda bilin ki, siz tək deyilsiniz. Sadəcə beyninizin mürəkkəb bir anını yaşayırsınız. Bizi izlədiyiniz üçün sizlərə təşəkkür edirəm. Bəs sizin dejavu təcrübəniz olubmu? Olubsa, necə olub? Rəylərdə bunu bölüşməyi unutmayın. Sonda bu kimi verilişlərin olmasını istəyirsinizsə, kanalımıza abunə olun, bəyən düyməsini sıxın və növbəti verilişlərimizi gözləyin. Əgər kimlərsə kanalımızda çıxış etmək və hansısa mövzunun müzakirəsinə qatılmaq istəyirsə, redaksiyamıza yaza bilərsiniz. Sağ olun, Allah amanında.